Hər gün onlarla insan əmək münasibətləri ilə bağlı müxtəlif problemlərlə qarşılaşır. Bu da bəzən haqlı, bəzən də heç bir əsas gətirilmədən şəxsin işdən kənarlaşdırılması ilə nəticələnir. Lakin bu hər kəsə şamil olunmur. İşdən çıxarılma məsələsi gündəmə gələndə isə ilk növbədə həmin şəxsə təzminat verilməsi prosesi araşdırılır. Əmək müqaviləsinə xitam verilən zaman işçilərin stajından asılı olaraq orta aylıq əmək haqqının ən azı 2 misli miqdarında işdən çıxarma müavinatı ödənilir. Əmək məcəlləsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi bir sıra hallarda qəti qadağandır. Birincisi, hamilə qadınlarla, həmçinin 3 yaşına dək uşağı olan qadınlarla, 3 yaşına dək uşağı tək başına böyüdən kişilərlə bağlı müqavilələrin ləğvi yol verilməzdir. Həmçinin əmək qabiliyyətini müvəqqəti itirən işçi həmin dövrdə əmək müqaviləsinə xitam verilməsi yol verilməzdir. İşçinin maddi xərcləri nəzərə alınaraq ona müəyyən şərtlər daxilində pul ödənilməlidir. Bəs pul vəsaiti necə ödənilir? İşçi ixtisar edilərkən, əgər dərhal ixtisar olunursa, ona orta aylıq, əgər bir illik stajı varsa, ona orta aylıq əmək haqqı miqdarında, əgər 1 ildən 5 ilə qədər stajı olarsa, orta aylıq əmək haqqının 1,4 misli, 5 ildən 10 ilə qədər stajı olarsa, orta aylıq əmək haqqının 1,7 misli, 10 ildən çox olarsa, orta aylıq əmək haqqının 2 misli qədər kompensasiya ödənilir. İşçinin əmək müqaviləsinə xitam verməzdən əvvəl ona yazılı və şifahi xəbərdarlıqlar olunmalıdır. Əgər bu olunmazsa, şəxs məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edə bilir. Amma qanunla nəzərdə tutulmuş elə hallar var ki, vətəndaşın əmək müqaviləsinə xitam verilə bilməz. Əmək məcəlləsinə uyğun olaraq işdən çıxarılma hallarında aşağıdakı işçilərin əmək müqavilələrinə xitam verilməsi digər işçilərə münasibətdə daha az olur. Bunlar deməli birinci qrup əlilliyi olan şəxslərdir. Öhdəliyində 2-16 yaşına çatmayan şəxslərdir. Şəhid ailəsi statusu olan ailə üzvlərinin şəxslərdir. Onlarla əmək müqaviləsinin pozulması ən son həddə olur. Qonşu ölkələrin təcrübəsinə gəldikdə isə əmək münasibətləri tamamilə onların daxili ictimai münasibətlərinə uyğun şəkildə tənzimlənir. Bundan başqa, əgər işçi ciddi qayda pozarsa və bu hal davamlı təkrarlanarsa, şəxsi müqaviləsinə xitam verilə bilər. Asəf Zeynallı, Burhan Turabov, Nigar Babayeva, Telesəhər.